Salam gənclər, mən Ceyhun İsmailov. Bu videoda mən sizə ABC səviyyə ingilis dili dərslərinin ikinci mövzusunu izah edəcəm. İkinci mövzuda biz ingilis dilində ən önəmli feillərdən olan to be feilinə toxunacağıq və eyni zamanda cümlə strukturundan danışacağam. Keçən videoda cümlə strukturundan yenə danışmışdım və eyni zamanda ingilis dilinin əlifbasından danışmışdım. Elə bil ABC səviyyə ingilis dili dərsləri, yəni ardıcıl şəkildə video halında olacaq. İki videonu çəkmişəm, bu ikinci videoda keçib oradan iki videonu da yəni baxmayanlar baxa bilərlər. Cümlə strukturundan və əlifbadan danışmışdım. İndi isə cümlə strukturuna təzədən toxunacağam və to be feilindən danışacağam. Vaxt itirmədən gəlin keçək mövzumuza. İlk öncə sizə to be feilinin nə olduğunu demək istəyirəm və onu izah edəcəm. To be feilinin mənası olmaq deməkdir. Amma biraz Azərbaycan dilindəki şəxs sonluqlarına da oxşuyur. Yəni şəxs sonluqları kimi də eyni zamanda işlənir. Məsəl üçün, mən insanam deyəndə bunu biz ingilis dilində deməyə çalışsaq, to be-nin açılışlarından istifadə eləyəcəyik. O da açılışı da bu şəkildədir. Am is are şəklindədir. Yəni am ayrı şeydir. Burada is, yəni üçü də əslində to be-nin açılışıdır bir növ. Və şəxs əvəzliklərinə uyğun olaraq bunlar dəyişirlər. Məsəl üçün sizə yazdım. İndi birinci mən sizə şəxs əvəzlikləri yazacağım burada. I mən deməkdir. You sən deməkdir. Gələk bunlara he, she və it. Bunların üçünün də mənası o deməkdir. Amma yəni ingilis dilində o əvəzliyi cansız və canlı olmaqla eyni zamanda cinsiyyətə görə dəyişir. Məsəl üçün, o gedir desək biz, buradakı o, əgər kişidirsə biz orada he deyirik. Qadındırsa she deyirik. Cansız əşyadırsa və yaxud da bir heyvandırsa bu zaman it deyirik. Məsəl üçün, o gedir, buradakı o kişidir. Biz deyirik ki, he is going. Qadın cinsindədir o. Məsələn, o gedir, burada o qadındır. She is going. Əgər buradakı o cansız əşyadırsa, yəni cansız əşya gedənməz, düzdür. Bir heyvandırsa burada it is going. Bu şəkildə olur. Yəni bunların üçündə he, she, it, üçü də o deməkdir. Daha sonra bunun altına yazım elə. Biz we deməkdir. Siz you deməkdir. Sonra isə they. Bu da onlar deməkdir. Və to be-nin formaları burada açılanda əmizar dedimi mən sizə bayaq. Şəxs əvəzliklərinə görə uyğun şəkildə dəyişir bunlar. Məsələn, ayda am olur. You-dan sonra are olur. He-dən sonra he, she, it-dən sonra is olur. Niyə belə gəlir? Bunlarda mən sizə izah edəcəm. We-dən sonra are olur. You-dan sonra are olur. They-dən sonra da are olur. İndi bunu tamamlamanız üçün bir dənə cümlə yazım mən sizə. I am a student. Bunun mənası mən tələbəyəm, mən şagirdəm deməkdir. Burada gördünüz əmdən istifadə eləmişəm, yəni to be-nin açılışından. Yəni şəxs sonluğu kimi də işlənir. Tam şəxs sonluğu sayılmır, yəni to be əslində feildir və feilin açılışı əmizar şəklindədir. Amma siz belə bu şəkildə yadınızda saxlamağa çalışsanız, daha yaxşı şəkildə yəni anlaya bilərsiniz. Burada bunlar nə demək olduğunu. I'm a student. Məsələn, sən bir tələbəsən desək, you are a student olur. O bir tələbə desək, he is a student. O qadın cinsində bir tələbə desək, she is a student deyirik. It dediyim kimi cansız əşyalar və yaxud da heyvanlara aiddir. Daha sonra biz tələbəyik desək, we are students olur. Çünki students. Çünki burada cəmdədir deyə, burada e var. I am a student sözündəki burada e. Bu bir deməkdir. Yəni mən tələbəyəm, article işlənir də, mən bir tələbəyəm. İngiliscəsində mütləq qabağında article gəlməlidir bir sözün. Əgər yəni isimdirsə mütləq qabağında article gəlməlidir. Amma ən article sadəcə sayılan isimlərə aiddir. Burada isə students, yəni biz tələbəyikdə cəmdədir deyə students olur. Artıq burada a student olmur.
You are students olur. They are students olur. Bunlar da dediyimdə yəni şəxs əvəzləridir. I mən deməkdir, you sən deməkdir, he, she, it o deməkdir, we biz deməkdir, you siz deməkdir, they isə onlar deməkdir. They are students. Onlar tələbədirlər. İndi burada gördüyünüz kimi bir dəqiqə bunu yazım. Burada you var və burada da you var. Biri sən deməkdir, biri isə siz deməkdir. Yəni buna ayırmalısınız. İkisi də you şəklində olur. Qabağında ikisinə də R gəlib. İlk olaraq bu R-la is nədir? Onu deyim. Əmə sonra toxunacam. Is, he is, she, it is var ya. Buradakı izlər yalnızca tək isimlərdən və yaxud da əvəzliklərdən sonra gəlir. R-lar isə cəm olanlardan sonra gəlir. Məsəl üçün bir dənə söz deyək burada. Məsələn, nə deyə bilərəm? Deyək ki, Kənan bir tələbədir. Kənan bir tələbə. Bunu belə yazaq. Is a student. Kənan is a student. Kənan bir tələbədir. Burada gördüyünüz kimi is oldu. Çünki təkdədir. Daha sonra nə yaza bilərik? Cəmdə olsun deyə. Məsəl üçün, onlar deməyək, başqa şey deyək. Dəftərlər ağdır deyək, məsəl üçün. Və yaxud da qələmlər ağdır deyək. Pens are white. Qələmlər ağdır. Bax, gördüyünüz kimi burada R işləndi. Yəni R öz R-dan əvvəl cəm gəlməlidir, cəm isim gəlməlidir. Ona görə bunlar da R olub, bunlar da is olub. Amma indi görəsiniz ki, you are a student. Burada isə yəni R olub. Bunun səbəbi nədir deyə düşünsəz. Bunun səbəbi əslində tarixi bir şeyə dayanır. Yəni çox da önəmi yoxdur. Çox adam deyir ki, yəni sadəcə səndə də R işlənir deyə keçir. Amma tarixdə elə belə bir şey var ki, əvvəllər sizə you deyilirdi ingilis dilində. Sənə isə do deyilirdi. Və do-dan sonra art gəlirdi. Do art a student. Sonradan isə gördülər ki, yəni bu bir növ qəliz səslənir də, qəliz səslənmir, daha doğrusu kobud səslənir. Buna görə deyirlər ki, ikisinə də you deyilsin və ondan sonra R gəlsin. Bu şəkildə ona görə belə oldu. Aha, bunu izah elədim. Daha sonra isə bu dediyim kimi am is are necə hallarda işlənir? Yəni am is are-dan sonra məsəl üçün I am yazırıq. I am-dan sonra nə gələ bilər? İsim gələ bilər, say gələ bilər, sifət gələ bilər. I am a student yazdım. İndi başqa şey yazaq. Məsəl üçün sifət gəlsin. I am depressed. Depressed, tam bu şəkildə. Bunun yəni mənası o deməkdir ki, mən depressivəm. Bir sən halını göstərir. Burada da am işlənir. Daha sonra deyirsən ki, mən Bakıdayım. Yəni hal vəziyyəti bir növ izah eləyir də burada. Am yəni bu işə yarayır. I'm in Baku. Mən Bakıdayım. Aha. İndi bunları əgər anladınızsa, mən sizə bunların inkarını və sualını izah edəcəm. I am a student. Bu nə deməkdir? Mən tələbəyəm deməkdir. I məndir, student tələbədir, am isə yəni burada to be-nin açılışıdır, olmaq feilinin açılışıdır. Yəni mən tələbəyəm, tələbə olmuşam bir növ. Siz bunu şəxs olmaq üçün fikirləşə bilərsiniz. Bunu əgər sual şəklində versək, mən tələbəyəm sual şəklində vermək biraz qəribə səslənə bilər ona görə.
You are a student yazaq, sən tələbəsən. Və bunun sualı nə cür olur? Am is are şəklində olur. Mən sizə dedim. I am, you are, she is şəklində olur. Bu zaman am is are şəxs əvəzliklərinin əvvələ gəlir. Məsələn, burada you are a student da. Are you a student? Sən tələbəsən. Sual şəklində olur. Bunu əgər mən tələbəyəm kimi soruşsaq, am I a student? Mən tələbəyəm kimi soruşmuş olursam. İndi isə mən sizə to be-nin, daha doğrusu, yəni bu əmizarın cümlədə işlənərkən inkarı necə olur bunu yenə də I'm a student üzərindən gedək. İngilis əlifbasına keçsin burada, çünki i hərfinin ingilisində böyüyü yoxdur. Burada bu şəkildə yazılır. I am a student. Aha. Mən tələbə deyiləm desək necə olur? Burada inkarda işlətsək. I am is are-dan sonra not hissəsi əlavə olunur. Not, I am not a student. Mən tələbə deyiləm. Not hissəsi. Bu not kimi də oxunur. Not kimi yəni. İngilis hissəsində, yəni Britaniya İngilis hissəsində not kimi oxunur. Amerikan İngilis hissəsində not kimi oxunur. Yəni ikisini də eşitsəz, ikisi də düzdür. I am not a student. Mən tələbə deyiləm. İndi bunu digərlərində yazsaq. Məsəl üçün he is. He is-dən sonra dedik ki, əmizardan sonra nə gəlir? Not hissəsi əlavə olunur. Not a student. O tələbə deyil. Bunu da izah elədim. İndi bunların hamısı bitdi. Mən sizə bunların keçmiş zaman formasını və gələcək, əmizarın keçmiş və gələcək zaman formalarını detallayacağım. Bir-bir təzədən yazın bunları. He, you və son olaraq they. Necə dedik? Təzədən təkrar eləyək. I am, you are, he is, she is, it is, we are, you are, they are. Am is are-ın keçmiş forması burada yazım. Am is are-ın keçmiş zaman forması was. Yəni necə? Burada 3 dənədir, burada 2 dənə oldu elə bil. Çünki bayaq izah eləmək yadımdan çıxdı. Dedim, izlə təkrar olur, arla isə cəmlər olur. Amma ayda fərqlidir. Aydan sonra əm işlənir. Yəni bu aya ancaq ayda işlənir də, yəni. Yəni məndə. Amma keçmiş zamanda olanda isə bu da tək aydan sonra tək gəlir və izin tək forması was işlənir. I was. Digərlərində də izin. You was olmur artıq. Burada bayaq izah elədim bunu. Are, you'dan sonra are gəlir bax. Are-ın elə bir keçmiş zaman forması were kimi olur. Izin keçmiş zaman forması isə was kimi olur. I was, he was, she was, it was, we were, you were, they were. Burada da dediyim kimi burada da were olur, çünki you are gəlmişdi. Burada da I was. Yəni mən tələbə idim desək, I was a student. Bu şəkildə olur.
Yəni bunu da əgər anladınızsa, həmin zardan sonra was void'dur, yəni keçmiş zaman forması. Gələcək zaman forması isə will be şəklində olur. Sadəcə bu hamısında will be olur. I will be, you will be, he will be, she will be, it will be, we will be. Yəni məsəl üçün I will be a student. I will be a student. Mən tələb olacağam. Bəli, gələcək zaman forması da budur. Digər zaman formaları da var. Past perfect falan. Bunu artıq yəni A1 səviyyəyə uyğun deyil də onu. B1 səviyyədə falan izah edərəm. Bəli, yəni düşünürəm ki, heç nə qalmadı. Bir də cümlə strukturuna demişdim, təzədən toxunacağam. Məsələn, bəzi insanlar fikirləşir ki, məsələn dedim mən I am belə işlənir də. Tutaq ki, mən getmək istəyirəm deyir, mən gedirəm demək istəyəndə I am go falan deyir. Go burada getmək deməkdir. Amma bu düzgün deyil. Yəni əmiz are sadəcə hər hansısa bir vəziyyəti falan göstərəndədir. Həm də əmizar dediyim kimi to be-nin açılışı. To be nə idi? Feil idi. Əmizar da to be-nin açılışıdır. Yəni keçən videoda da mən sizə cümlə strukturunda dedim. İngilis cümlə strukturu necədir? Birinci mübtəda gəlir. I. Daha sonra feil gəlir. Burada to be feildir. To be-nin yerinə məsələn go da ola bilər. I go. Mən gedirəm. Məsələn, mən ora gedirəm. I go there. Bu şəkildə olur. Birinci mübtəda gəlir, daha sonra feil gəlir, yəni xəbər, daha sonra isə tamamlıq gəlir. Yəni əmizar I am go there get demirik də, çünki oradakı am to be-nin açılışı to be onsuz özü feil. I go there. Bu şəkildə deyirəm. Məsələn, başqa nələr deyə bilərəm? Məsələn, mən qələm aldım deyə sizə cümlə strukturunu tam izah edeyim deyə. Mən deyirik birinci I. Daha sonra feilimiz nədir? Bir dəqiqə. Daha sonra feilimiz nədir? Mən aldım. Mən aldım. Nə qaldı? Qələm. Bir qələm. Pen. Bu şəkildə olur. I bought a pen. Mən bir qələm aldım. Təsvir eləsək bunu, mən bir göy rəng qələm aldım desək, göy qələm aldım desək. I bought a blue pen. Mən bir göy qələm aldım. Bu da bu şəkildə olur. Cümlə strukturu da buydu. Yəni bugünkü videoda mən sizə ancaq bunları izah edəcəkdim. Yəni to be-nin nə demək olduğunu, necə işləndiyini və eyni zamanda cümlə strukturuna təzədən yəni baxasız deyə cümlə strukturunu izah elədim. Bəli, videomuz bura qədər idi. İzlədiyiniz üçün təşəkkürlər. Növbəti videoda görüşənədək.